Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita fəsil 9 mətn 26. Fəslin adı ən məxfi bilikdir. Ən məxfi bilik. Ən məxfi bilik bu sədaqətli xidmət nəzərdə tutulur. Tanrı Allah Ali şəxsə sədaqətli xidmət ən məxfi bilikdir. Tanrı ruhla bədən arasındakı fərqi öyrədən bilik bu məxfi bilikdir. Və bu məqamda, bu platformada həyata keçirilən xidmət, sədaqətli xidmət isə ən məxfi bilikdir. Krishna bu fəslin əvvəlində nə deyir? Arjuna, mən sənə elə bir ən məxfi bilik verəcəm ki, sən maddi həyatın bütün istiraplarından azad olasın, onu dərk etməklə, çünki sən mənə paxıllıq etmirsən. Bu biliklər şahı sirlər sirridir, saf bilikdir. İnsana öz mahiyyətini dərk edərək onu bilavasitə duymağa imkan verdiyine görə din kamilliyidir, o əbədidir və onun həyata keçirilməsi sevinç gətirir. Bax, o biliyi Krishna Arjuna'ya açıqlaya gedir. İndi 9-cu fəslin 26-cı mətnindəyim. Mən bunu hər mühazirənin əvvəlində xatırladıram dinləyici üçün ki, söhbət nədən gedir. İndi 9-cu fəslin 26-cı mətnindəyik. Sanskrit belədir. Patram pushpam palam tuyam yume bhaktya prayachati. Tadaham bhaktyu upahritam ashnami prayatat mana. Bütün Azərbaycan tərcüməsi. Əgər insan mənə məhəbbət və sədaqətlə yarpaq, gül, bar, yaxud su təklif edərsə, mən bunu qəbul edərəm. Əgər insan mənə məhəbbət və sədaqətlə yarpaq, gül, bar, yaxud su təklif edərsə, mən bunu qəbul edərəm. Bu Krishna, Allah Ali şəxsdir. İndi bunun Bhaktivedanta Swami Srila Prabhupada tərəfindən izahı. Dərrakəli insana əbədi həzlə dolu məskəndə əbədi xoşbəxtliyə nail olmaq üçün Krishna şuurunda transendental məhəbbətlə xidmət etmək vacibdir. Belə gözəl nəticə asan yolla əldə edilir. Və heç bir məziyyəti olmayan ən kasıb adam belə ona nail ola bilər. Bunun üçün bizcə məziyyət Tanrının pak fədayisi olmaq lazımdır. İnsanın kamilliyini və hansı mövqe tutmasının əhəmiyyəti yoxdur. Bu proses o qədər asandır ki, hətta Tanrıya yarpaq yaxud azca su və ya bir bar saf məhəbbətlə təklif edilərsə, o bunu qəbul edəcək. Krishna şuuru çox asan və universaldır. Buna görə də hamı onu qəbul edə bilər. Belə saf üsulla Krishna şuuruna çatmaq və nəticədə əbədi həzz və biliklə dolu mükəmməl həyata nail olmağı hansı səfəy istəməz. Krishnaya məhəbbət dolu xidmətdən başqa heç bir şey lazım deyil. Krishna öz pak fədaisindən hətta kiçicik gülü belə də qəbul edir. Fədai olmayanlardan isə o heç bir şey gözləmir. Qəbul etmir. Heç kəsdən heç nə lazım deyil. Çünki o özü-özündə məmnundur. Ona heç kəsdən heç nə lazım deyil. Çünki o özü-özündə məmnundur. Bununla belə o fədaisinin məhəbbət və sədaqətinə cavab olaraq onun bəxşişini qəbul edir. Krishna şuurunda inkişaf etmək həyat kamilliyidir. Bhakti, yəni sədaqətli xidmətin Krishnaya yaxınlaşmaq üçün yeganə vasitə olduğunu daha ifadəli şəkildə bildirmək üçün Bhakti sözü bu beytdə 2 dəfə xatırladılır. Heç bir başqa məziyyət, məsələn, Brahmana dərin bilikli alim, çox varlı adam, yaxud filosof olmaq Krishnanı hər hansı bir bəxşiş qəbul etməyə sövq edə bilməz. Bhaktinin əsas prinsiplərinə əməl etməyən adamdan hər hansı bir şey qəbul etməyə Tanrının heç nə sövq edə bilməz. Bhakti heç vaxt heç bir şeylə məhdudlandırıla bilməz. Bu proses əbədidir. O mütləq bütü və bilavasitə xidmətdir. Burada Həzrət Krishna, Tanrı Şri Krishna özünün yeganə əziz alan və əzəli Allah Ali şəxs olduğunu, bütün qurbanların son nəticədə ona çatdığını izah etdikdən sonra hansı növ qurbanları qəbul etdiyini aydınlaşdırır. Əgər insan təmizlənmək və həyatının məqsədinə Allaha transendental məhəbbətə xidmətə çatmaq üçün uca Tanrıya sədaqətlə xidmət etmək istəyirsə, onda o Allahın ondan nə istədiyini müəyyənləşdirməlidir. Krishnanı sevən adam ondan heç nəyi əsirgəməz və arzu olunmayan, xahiş edilməyən şeyi təklif etməkdən əl
çəkinər. Buna görə də ət, balıq, və yumurta Krishnaya təklif olunmamalıdır. Əgər Krishna belə şeylərin təklif edilməsini arzu etsəydi, o bunu deyərdi. Bunun əvəzində o aydın şəkildə deyir ki, ona yarpaq, bar, gül və su təklif etsinlər. O belə qurban barədə deyir, mən onu qəbul edərəm. Buna görə də biz başa düşməliyik ki, o ət, balıq və yumurta qəbul etmir. Tərəvəz, dənli bitkilər, meyvə, süd və su insanlar üçün təyin olunmuş məhsullardır və Tanrı Krishna özü bunu təsdiq edir. Biz hər hansı başqa bir şey yemək istəsək, bunu ona təklif etmək olmaz. Çünki o onları qəbul etməyəcək. Əgər belə yeməyin təklif ediriksə, deməli, ona məhəbbət və sədaqətlə yanaşmırıq. 3-cü fəslin 13-cü beytində Şri Krishna izah edir ki, yalnız qurbanların qalıqları təmizdir və həyatda inkişaf eləcə də maddi əsarətdən qurtulmağa can atanlara bu qidanı qəbul etmək məsləhətdir. 3-cü fəslin 13-cü beytində həm də deyir ki, yedikləri qidanı Krishnaya təklif etməyənlər yalnız haram yeyirlər. Başqa sözlə yedikləri hər bir tikə onları maddi təbiətdə getdikcə daha çox dolaşdırır. 3-cü fəslin 13-cü mətni belə səslərir. Yagya Shina Santo Muchyante Sarvakili Bisha Bunjate Te Tvagham Papa Ye Pachante Atma Karanat. Allah fədailəri yalnız qurban edilmiş qida yediklərinə görə hər cür günahlardan azad olurlar. Qidanı hissi həzz üçün hazırlayanlar isə əslində haram yeyirlər. Başqa sözlə, Tanrıya təklif etmədən yeyilən qidalar hər bir tikə insanları maddi təbiətdə getdikcə daha da çox dolaşdırır. Lakin tərəvəzlərdən ləziz, sadə xorəklər hazırlayıb onları Tanrı Şri Krishnaya surəti yaxud murtisinə təklif edərək, baş əyərək ondan belə bir sadə qurbanı qəbul edməsini xahiş edən insan daim inkişaf edir. Bədəni təmizlənir və aydın düşünməsi üçün beyninə həssas toxumalar əmələ gəlir beynində. Hər şeydən əvvəl qida məhəbbətlə təklif edilməlidir. Krishnanın qidaya ehtiyacı yoxdur, çünki hər şey ona məxsusdur. Bununla belə o, bu yolla onu razı salmaq istəyən adamın qurbanını qəbul edir. Hazırlama və xidmət göstərmə və təklif etmə zamanı əsas məqsəd bu fəaliyyətin Krishnaya məhəbbətlə həyata keçirilməsidir. Mütləq həqiqətin hissləri olmadığını iddia edən impersonalistlər, filosoflar Bhagavad Gita'nın bu beytini başa düşə bilmirlər. Onlar üçün bu ya məcazi ya da Bhagavad Gita'nın hekayətçisi Krishnanın dünyəvi xüsusiyyətlərə malik olmasına sübutdur. Əslində isə Tanrı Şri Krishna hisslərə malikdir və deyilənə görə onun hissləri bir-birini əvəz edə bilirlər. Elə buna görə də deyilir ki, Krishna mütləqdir. Onun hissləri olmasaydı onun bütün sərvətlərin sahibi hesab etmək olardımı? 7-ci fəsildə Krishna izah edir ki, o maddi təbiətin canlı varlıqlarıyla mayalayır. O bunu maddi təbiətə nəzər salmaqla edir. Elə isə qida təklif edərkən fədainin məhəbbətlə dolu sözlərini Krishnanın eşitməsi onun yeməsinə və ya dadmasına tamamilə bərabərdir. Bu xüsusilə qeyd edilməlidir. Krishna o özünü təsvir etdiyi kimi yozmadan qəbul edən fədayı başa düşə bilər. Krishnanı o özü təsvir etdiyi kimi yozmadan qəbul edən fədayı başa düşə bilər. Ali mütləq həqiqət xorək yeyib ondan həzz ala bilər. Bu Bhaktivedanta Swami Srila Prabhupāda'nın izahı idi. Mətn deyir ki, əgər insan mənə məhəbbət və sədaqətlə yarpaq, gül, bar, meyvə, yəni yaxud su təklif edərsə, mən bunu qəbul edərəm. Bu çox aktual məsələdir bugünkü gündə. Həddindən artıq burada Tanrıya qida, yediyimiz qidanın Tanrıya buyurulması. Krishna özünə ibadətin, özünə xidmətin, özünə qarşı münasibətin çox sadə olduğunu burada deyir ki, yəni Krishna çox sadə özünü elə ibadət, elə
deyir ki, qaydaların deyir ki, onu həyata keçirmək istənilən üçün insan üçün asan olsun. Ə, istənilən sosial duruma malik olan insan Krishna dediyini eləyə bilər. Krishna razı sala bilər, ona xidmət eləyə bilər. Bunu demək istəyir Krishna burada. Yəni ki, mənə ibadət eləmək, mənə sitayiş eləmək, mənə tərəf gəlmək, mənə can atmaq, məni razı salmaq olduqca asandır. Çətin deyil tamamilə. Nəinki mələklərə ibadətdə cürbəcür mürəkkəb mantralar tərənnüm eləmək, mürəkkəb qurbanlar icra eləmək, heyvan başını kəsib qurban icra eləmək asan məsələ deyil. Bütöv bir dənə heyvan həyatından məhrum etmək, onu nə qədər onun üstündə dualar oxumaq, onun üçün paçlıq tələb olunur və eyni zamanda da karma mimamsa qanunu qəbul etmək ki, yəni heyvanın qulağına fıçıldayırsan ki, bu həyatında mən səni yeyirəm, gələn həyatında sən məni. Bildiniz nədir? O qədər mürəkkəbdir ki o məsələlər. Amma Krishna deyir ki, mən üçün mənə gəlmək asandır və çox sadədir olduqca. İstənilən insan üçün bu təbiidir. Çünki bizim Tanrı Allah Ali şəxsindən ali iradəsi də axı bizim məhz ona ibadət eləməyimiz, məhz ona sitayiş eləməyimiz. Kimə? Krishna Allah Ali şəxsə. Bu onun ən ali iradəsidir, ən ali istəyidir. Mələklərə ibadət eləmək Krishnanın istəyi deyil və heç Krishna bunu bəyənmir. Mələklər sitayiş üçün deyirlər. Mələklərə biz ehtiram göstəririk, Tanrının xidmətçiləri kimi, amma sitayiş edirik yalnız Krishnaya. Amma bütün mələklərə öz ehtiramımızı, xüsusi ehtiramımızı və hörmətimizi bildiririk. Bildiniz nətər? Amma ibadəti sitayiş edirik tək Tanrıya, Krishnaya. O da kimdir? Krishnadır. Krishna Allah Ali şəxsdir. Bunun üçün də bu yol çox sadədir. Krishna ali iradəsi olduğuna görə və o Krishna bunu elə eləyir ki, bütün canlı varlıqların belə şansı var. Ona görə o yol çox sadədir. Burada dediyi sadə variant odur ki, insan məhəbbət və sədaqətlə mənə yarpaq, gül, su hər yerdə var da. Onun üçün varlı olmaq lazım deyil ki, xüsusi bir mövqeyə malik olmaq lazım deyil ki. Təklif edərsə mən onu qəbul edərəm, xüsusi duaların vasitəsilə. Düzdür. Amma müasir dövrümüzdə bu hələ daha da asandır ki, heç Krishna deyir ki, sadəcə olaraq mənim müqəddəsatlarımı tərənnüm elə və salam, başqa heç nə istəmir. Bundan asan nə ola bilər ki, ən asandır da, heç bir əlavə şərt yoxdur, xüsusi bir qabaqcadan hazırlıq tələb olunmur, hansısa bir paçılıq, möminlük, təmizlik tələb olunmur, heç nə tələb olunmur, heç bir şərt qoyulmur. Tanrı müqəddəsatlarını tərənnüm eləməyə heç bir şərt qoyulmur, heç bir tamamilə. İnsan istənilən mövqedə, istənilən şəraitdə, istənilən situasiyada, istənilən durumda insan Tanrı müqəddəs adlarını tərənnüm eləyib, inkişaf eləyib, irəliyə gedə bilər. İndi amma burada bugünkü söhbətimiz məhz qidadan gedir burada. Krishna deyir ki, məsəl üçün o yerdəki heyvan qurbanı ət yeməkdən söhbət gedir, ət, balıq, yumurta yeyirlər insanlar və onu deyirlər ki, müqəddəs kitab bizə icazə verir, biz bunu təklif edirik, üstündə doğu xuyurlar filan beşməkan. Bunların hamısının biz söhbətlərin eləyə gəlmişik. Krishna da burada onu deyir, dönə-dönə təkrar eləyir ki, ət məhsulları, heyvan öldürmək burada zorakılıq elementi vardır və bunu o yerlərdə tətbiq olunub ki, o yerdə insanlar nə deyib, əkib becərmək məhrumiyyətindədirlər, əkib becərə bilmirlər. Veda sivilizasiyası dövrlərində də xüsusi tayfalar, xüsusi insan, qeyri-sivil insanlar var ki, onlar yaşayırdılar cəngəlliklərdə, dağlıq yerlərdə, qayalıq yerlərdə, səhralarda. Onlar yaşayırdılar elə yerlərdə və onların özlərinə qida becərmək imkanları yox idi, həvəsləri, maraqları yox idi, deyək ki, səviyyələri yox idi, deyək ki, qida məhsulları becərməkdə. Məsələn, indi səhrada bir də Sibirdə, qarda yaşayan insanların belə şeyi yoxdur. Onlar orada balıq tutub yaşayır, yeyirlər, bunlar da burada qoyun saxlayırlar, dəvə saxlayırlar, məsəl üçün də. Bu Veda sivilizasiyası dövrlərdə də planetin üstündə çox güclü sivil cəmiyyət olanda da yenə qeyri-sivil insanlar vardı. Tayfalar şəklində onlar yaşayırlar cəngəlliklərdə, səhralarda və s. Dağlarda yaşayırlar və onlar orada heyvanları öldürürlər, heyvan ətini təklif edirlər Durga Mataya, Kalima, Səzrə Şivan yoldaşı, zövcəsidir və onu yeyirdilər, bildiniz nətərim.
qeyri-sivil insanlar, varnaşamadı karma sistemindən kənarda yaşayan insanlardır. Ona görə də indiki zamanda, indiki dövrün darvinistləri gəlib həmən insanların sümüklərini tapırlar, deyirlər ki, insanlar mağaralarda yaşayıblar, ibtidai icma quruşunu dövrü yaşayıblar, nə ediblər. Ama onlar sivil insanların cəmiyyətində insanların bədənləri yandırılır deyən onların skeletləri heç biri qalmayıbdı. Ancaq belə qeyri-sivil insanlar onlar yaşayırlar. Harda gəldi onlar qeyri-sivil həyat sürdülər, heyvan öldürüb ətini yeyirdilər bir nətər. Məhz onların gedirlər skeletlərin itimi qalmış sümüklərini tapırlar və ondan qərar irəli sürürlər ki, insan meymundan əmələ gəlibdi, heyvanları öldürüb yeməklə yaşayıbdı, böyüyüb, gəlib inkişaf edib bu səviyyə çatıbdı. Bu da gülünç bir şeydir, düzdür? Çünki onlar qeyri-sivil həyat sürdülər. Ona görə də heyvanların öldürüb ətin yeməsi bu qeyri-sivil insanların həyat tərzi olubdu. Sivil insanlar yaşayan dövrlərdə, Veda mədəniyyəti dövrlərində min illər bundan qabaq, 5 min il, 10 min il, 100 min il bundan qabaq. Onlar üçün də ona görə Şrila Vyasadeva Vedaları tərtib edəndə onlar üçün xüsusi qaydalar qoyub ki, bu qaydalarla onlar onu həyata keçirsinlər ki, tədricən ondan təmizlənsinlər. Orada da onların qaydaları hamısı ortada, yəni kimdir? Mələklərədir. Mələklər, yəni heyvan qurbanları hökmən, bilməliyik, heyvan qurbanları hökmən mələklərədir. Baxmayaraq ki, Tanrı Krishna bundan qabaqki beytlərin birində dedi və biz onu oxuduq. Deyirlər ki, mələklərə xidmət edib 9-cu fəslin 23-cü mətni, mələklərə xidmət edib möhkəm inamla onlara sitayiş edənlər əslində mənə sitayiş edirlər. Kuntin oğlu, lakin onlar bunu düzgünləmirlər. Gördünüz? Bütün qurbanların yeganə sahibi və ağası mənəm. Buna görə mənim həqiqi transendental təbiətimi tanımayanlar aşağı yuvarlanırlar. Krishna'nın deyir ki, ona görə deyirlər ki, biz yox, Allah'a eləyirik. Krishna deyir, mənə, amma deyir, bilavasitə yox, bilvasitə. Krishna deyir, onlar mənə bilavasitə xidmət eləmirlər. Çünki bilavasitə xidmət eləyən heç vaxt heyvan təklif eləmirlər mənə. Burada deyir, bax, mənə, Krishna deyir, nəyi qəbul eləyirəm mən? Heyvan qurban kəsənlərə də deyir ki, mən o heyvanın ətini, qanını, sümüyünü qəbul eləmirəm. Mən sizin ancaq səmimi qəlbdən elədiyiniz duaları qəbul eləyərəm. Eləyirik biz. Mələklər də hətta qəbul eləmirlər əslində. Sadəcə olaraq insanın bu cür tələbatı vardı və onlar onu müəyyən bir çərçivəyə salıb onu həyata keçirilməsinə güzəştə gedirlər. Bildin, güzəştə gedirlər. Çünki mələklər də Tanrının fədailəridirlər. Güzəştə gedirlər ki, insan tədricən bu pis vərdişindən təmizlənsin, azad olsun. Ona görə də o insan qoyulmuş qaydaları düz həyata keçirilir ki, heyvan qurbanlığa gətirəndə. O insan düz həyata keçirir. O tədricən ondan nə uzaqlaşır? Tədricən o azalda gedir. O demək ki, düz eləyir. Yox, əgər o azaltmırsa, əksinə artırırsa, onu bir normaya çevirib sözünə, qaydaya çevirirsə, bu demək ki, o qaydalara düzgün əməl eləmir. Çünki dəyişiklik baş vermirsə, azad olmaq istiqamətində. Bu deməkdir ki, sən qaydalarla getmirsən. Qaydalar məhz bu deməkdir ki, çərçivə o deməkdir ki, onu həyata keçirəndə sən onu daralda gedirsən o çərçivəni. Yox, əgər sən çərçivəni daraltmırsan, o genişlənə gedirsən, o deməkdir ki, sən onu düz eləmirsən. Sən qaydalara düz əməl eləmirsən. Yəni 1400 il keçəndən sonra da insan hələ bugün iddia eləyirsə ki, biz ət yeməliyik, özdə nə qədər gəldi, 24 saat sutqada. Bu demək ki, tamamilə həmən müqəddəs kitabın qaydalarına əməl olunmur. Bu deməkdir. Amma burada Krishna deyir ki, mən qəbul eləyərəm insan mənə məhəbbətlə, sədaqətlə, yarpaq, gül, bar, su. Yəni bu demək ki, qeyri-heyvani da, qeyri-heyvani məhsullar da hamısı nədir? Yarpaq, gül, bar, meyvə, tərəvəz, dənli paxlalı bitkilər, süd məhsulları, bax bunların hamısını Krishna deyir ki, mənə kim sədaqət və məhəbbətlə təklif eləyərsə, mən onu qəbul eləyəcəm. Krishna deyir, mən onu qəbul eləyərəm. Və burada əsas məsələ nədir? O deməkdir ki, əsas məsələ Krishna qoyur sədaqət və məhəbbətlə. Elə hər təklif eləyəni qəbul eləmir. Orada sədaqət və məhəbbət elementi nə eləməlidir? Təzahür eləməlidir, olmalıdır. Sədaqət və məhəbbət. Bu xırda məsələ deyil. Sədaqət və məhəbbət məsələsi xırda məsələ deyil. Ciddi məsələdir.
Ona görə də bizim mən bunu demişəm, bizim Azərbaycan dilində yemək yeyən üstünə gəlib çıxanda deyilir ki, nuşican. Nuşican deyirik, nuşican. Bildiniz? Nuşican. Nuşican, nuş olsun yox, bizimkilər tənəzzülə uğradıblar, sözü deyirlər nuş olsun. Çünki bilir ki, yemək nuşican deyil, ona görə canı qoyuruq qırağa, ancaq nuş olsun deyirlər. Şuur altında hiss edirlər ki, bu nuş deyil də, yəni ki, bu yemək. Ona görə nuş olsun deyirlər, nuşican olsun demirlər. Amma əslində o söz nuşican, nuşican. Can bizim ruhi təbiətli, can şəxsiyyətimiz, fərdi şəxsiyyətimizdir, əbədi. Düzdür? Nuşican, yəni ki, yeməyi elə ye ki, o sənin canıva getsin, çatsın, ruha çatsın. Bunun üçün də o necə ola bilər ki, biz bunu izah eləmişik, təkrar edirəm. Sadəcə olaraq bu beytə uyğun gəlir, ona görə təkrar edirəm. Yeməyin nuşican olması üçün o ruhiləşməlidir. Ruhiləşməlidir. Maddi şey necə ruhiləşə bilər? Maddi daxı bu. Onu ruhiləşdirmək üçün o, məhz onda o ali ruha buyrulanda, onun üstündə xüsusi səs vibrasiyaları, mantralar səsləndiriləndə və eyni zamanda da burada deyir ki, məhəbbət və sədaqət elementi olanda insanda o ruhiləşir həmən qida. Tanrının adı da nədir? Transcendentaldır. Transcendental adı. Bu proses odur ki, Krishna deyir ki, belə qida, vegetarian qidası olmalıdır. Burada görürsünüz, Krishna deyir, mənə məhəbbət və sədaqətlə yarpaq, gül, bar, yaxud su demir burada. Nə toyuq demir, nə yumurta demir, nə balıq demir, nə qoyun demir, nə keçi demir, nə inək demir. Deyir ki, yarpaq, gül, bar, su, yəni ki, bütün vegetarian şeyləri, qeyri-heyvani şeyləri kim mənə məhəbbət və sədaqətlə təklif edərsə, mən onu qəbul edərəm. Deməli, bu halda yemək nuşican olacaq. Hansı halda? Krishna'nın dediklərini ona təklif edəndə. Bu çox məntiqdir, elə deyil, məntiqidir. Bizim dilimizdən, atalardan gəlir bu söz, nuşican. Nuşican, yəni vegetarian ol deməkdir. Nuşican vegetarianlığın zirvəsidir. Vegetarianlığın zirvəsi nuşican. Yəni vegetarian olmağın ötürü ki, yemək getsin, cana çatsın. Ruhu qidalandırsın. Can neynəsin? Uyansın yatdığı qəflət yoxsundan. Bu üçün gərək yemək ruhiləşsin. Yemək ruhiləşilməsi üçün Tanrıya buyurulmalı və Tanrı onu qəbul edir. O da deyir, mən hansını qəbul edirəm? Ət məhsulların, hətta o müqəddəs kitabda deyir ki, mən sizin kəsdiyiz heyvanların ətini, qanını, sümüyünü qəbul eləmirəm. Bizə gəlib çatmır o. Amma burada deyir ki, Krishna deyir, mən bunu qəbul edərəm. İnsan məhəbbət, sədaqətlə yarpaq, gül, bar, su təklif edərsə. Niyə? Çünki istənilən halda insan günah eləyir. İstənilən halda biz günah eləyirik. Qidalanma, yəni noxud da, lobiya da, bunlar da canlıdır, əkəndə bitirlər. Amma sadəcə olaraq biz onu minimuma endirməyə çalışırıq. Yemək, yatmaq, seks, bir də özü qorumaq bizim fiziki bədənimizin tələbatları. Ruhi cana bunların heç bir lazım deyil bizə. Bizim ruhu can adlı fərdi şəxsiyyətimizə nə yemək lazımdır, nə yatmaq lazımdır, nə seks lazımdır, nə də özünü qorumaq lazımdır. Heç biri. Bildiniz? Bunların hamısı bizim bədənimizin tələbatlarıdır. Və biz özümüzün ruhi can olduğumuzu dərk etmək istəyiriksə, bədən olmadığımızı. Bu nə deməkdir? Bu deməkdir ki, bədənin tələbatlarına məhdudiyyət qoymaq lazımdır. Budur müqəddəs kitablardakı qayda, qanunlar və prinsiplər, çərçivələr. Bundan ötürüdür ki, məhdudiyyət qoymaq. Budur paltarı geyinəndə özü üstü başı bağla, bədəni lütdüyüb qoyma ortalığa ki, o deməkdir ki, sən özü bədənlə iyiləşdirsən, mən bu bədənəm, gəlin məndən həzz alın. Amma sən, bu da onun biridir, mən dediklərimin biri də budur. İnsan özünün bədəni və bədəninə aid olan şeyləri məhdudlandıranda, çərçivəyə salanda, qaydalara, qanuna uyğunlaşdıranda, bu deməkdir ki, insan özünün ruhi can olduğunu dərk eləmək istəyir. Çünki bədənin tələbat və ehtiyaclarını məhdudlandırmayınca, onlara müəyyən bir çərçivələr, qaydalar, qadağalar qoymayınca qədər insanın ruhu heç vaxt dirçələndir. Çünki bunlar 180 dərəcə bir-birinə əks təbiətlidirlər. Bədən müvəqqətidir, xəstəliklə doludur, istirabla doludur, ölümlüdür. Ruhi can əbədidir, biliklə doludur, həmişə həzz içindədir və heç vaxt nə ölümünlə qocalmır. Bildiniz nədir? Bir-birinə 180 dərəcə əksdir. Düzdür, biz bu ikisinin birləşməsiyik. Hansına azadlıq veririk, o birisi nə? Düşür həbsxanaya. Bədənə azadlıq verirsənsə, bədəninlə
sağa sola həzz almaq istəsənsə, onsa insanın ruhu gedir yatmağa və belə insan elə bir məqama gəlib çatır ki, ruhun mövcudluğuna ümumiyyətlə şübhə eləyir. Heç ruh var, kim onu görübdür? Ateist olur. Və əksinə, kim ki özünün ruhuna azadlıq vermək istəyirsə, bədəninin tələbat və ehtiyaclarını minimuma indirməyə çalışır. Ona görə də vegetarian qidalarla qidalanmaq insanın bu qidalanma tələbatını bədənin nəcibləşdiririk. Bədənin qidalanma tələbatını nəcibləşdiririk ki, biz onu minimuma indirək. Bildiniz ki, bizim nədir? Ruhumuz dirçəlsin. Ona görə də heyvan öldürməklə kartoşka lobiya yeməyin arasında böyük fərq vardır. Heyvan bu şuurun yüksək səviyyəsində və o müqavimət göstərir və o demək ki, biz zorakılığa yol veririk. Amma bitkilər, onlar müqavimət göstərmirlərsə, bu deməkdir ki, orada zorakılıq elementi yoxdur. Bu buna bənzərir. Baxın, məsəl üçün, mənim dırnağım var, o bitir, böyüyür də dırnağım, bitir, böyüyür və saçım var, bitir, böyüyür. Deməli, orada həyat var da, elə deyil. Orada hər şey var. Əgər mənim dırnağım böyüyürsə, uzanırsa, bu deməkdir, orada həyat var da, o cansız deyil. Saçım da bitir və böyüyür, düzdür, hə. Mən dırnağımı qayçı ilə kəsəndə heç bir ağrı hiss eləmirəm, heç bir müqavimət göstərmirəm, elə deyil. Amma həmən o qayçını mən bircə balacana yalandan o dırnağın bitdiyi yerə, ət hissəsinə toxundursam, həmən dəqiqə müqavimət göstərəcək, atlanıb düşəcək, düzdür. Eləcə də saçımızı kəsəndə heç bir müqavimət göstərmirik, düzdür. Amma saçın dibinə gəlib toxunanda həmən dəqiqə bir reaksiya veririk, belə deyil, bəli. Bizim eyni şey, hər ikisi bizim bədənimizdir. Eləcə də elə bədənlər var ki, onlar nədir? Onlar müqavimət göstərmirlər, çünki onlar ağrı hiss eləmirlər. Amma elə bədənlər var ki, onlar müqavimət göstərir, demək ki, ağrı hiss edir və sən orada zorakılıq tətbiq edirsən. Buradan məntiqi deyil ki, bəyəm müqavimət göstərməyənə heç olmasa qidalanmaq, bu daha nədir? Nəcibdir. Nəinki müqavimət göstərəni. Məsələn, heyvanı başını kəsmək üçün o çabalayır, müqavimət göstərir, ağrıyır ona, elə deyil. Ona görə də Krishna Allah Ali şəxs deyir ki, mənə, heç olmasa mənə qidalanmaq onsuz da bizim üçün günahdır, çünki bu bədənimizin tələbatıdır. Amma ki, heç olmasa mənə, bax, bu qidaları siz təklif edin ki, bildiniz, zorakılıq elementi yoxdur da. Bildiniz. Amma indi kimlər ki, yenə deyirəm, qeyri-sivil həyat sürüblər, həmişə qeyri-sivil insanlar meşələrdə, cəngəlliklərdə, səhralarda, dağlarda, qayaların arasında yaşayıblar. Bizdə o Qabustan qayaların arasında insanların şəkilləri var. Elə bilirlər ki, bu əvvəlki ibtidai icma dövrünün insanlardır. Bu belə deyil. Orada o insanlardır ki, onlar hamısı qeyri-sivil insanlar olublar, yaşayıblar qayaların arasında, heyvanlar öldürüb onların əti ilə qidalanıblar. Amma onlarla paralel, onların yanında çox yüksək səviyyəli sivil insanlar yaşayıblar. Çox yüksək. Bizlərdən milyon qat artıq. Bildiniz nətər? O demək deyil ki, ora bizim əcdadlarımızın yaşadığı yerdir. Ora bizim əcdadlarımız yaşadığı yer deyil. Bizim əcdadlarımız sivil insanlar olublar. Oralarda, məhz o qayalıqlarda, səhralarda, Ərəbistan səhrasında, Sibirdə deyək ki, o soyuğun şaxdan, marozun olayı. Oralarda ancaq yaşayıblar həmişə qeyri-sivil insanlar. İndi bu saatda qeyri-sivil insanlar var. Bu saat. Bu saatda Afrikada, Cənubi Amerikada, Avstraliyada, sonra Sibirdə, Tayqada, o tərəflərdə, hələ bu saatın özündə də Cənubi Amerikada, Şimali Amerikada, hələ də bu saat qeyri-sivil insanlar var ki, tayfa halında yaşayırlar. Bu saatın özündə də. Vardı. Afrikada, dediyim kimi, Cənubi Amerikada, Avstraliyada, Hindistanda qeyri-sivil insanlar var. Bu saatın özündə də. Və onlar əvvəlki dövrlərdə də var idiler. Özdə çox küllü miqdarda yaşayırlar hamısı. Və onların sümüklərdir bugün nədir axı? Dırnaq arası darvinistlər arxeoloji qazıntılar kimi tapıb çıxardılar və sübut eləməyə çalışırlar ki, insan meymundan əmələ gəlib. Və ibtidai icma quruşu yaşayıbdır, sonra quldarlıq quruşu, feodalizm quruşu yaşayıbdır. Bunların hamısı Veda biliyi nöqteyi nəzərindən ən yaxşı halda gülüncdür sadəcə olaraq. Yəni, elm adlandırma olmaz, onu heç. Vəbşi, elm adlandırma olmaz onu. Ona görə də biz qeyri-sivil insanlar kimi heyvanların ətini öldürüb yeməklə ruhi dirçəlişə, yəni ümid eləyə bilməzik. O qeyri-mümkündür.
Ruhi dirçəliş üçün insan gərək azad olsun. Çobud həzlərdən nəcibləşdirsin bədənin tələbat və ehtiyaclarını. Onlardan biri də qidalanmaqdır. Və biz həmən o şeyləri Krishnaya, Allah Ali şəxsə təklif eləyəndə Krishna deyir ki, bax bu saat dediyi 3-cü fəslin oxudum mən bu saat ki, qidanı özləri həzz almaq üçün hazırlayanlar əslində haram yeyirlər. Ancaq mənə buyurum qidalananlar isə onlar özlərinin günah əməllərindən təmizlənirlər getdikcə hər həmən qidanı yeməklə. Çünki yemək Tanrıya buyurulanda o əks reaksiyalardan təmizlənir. O reaksiyadan təmizlənir o. Yeməyin Tanrıya buyuranda ruhiləşməsini mən sizə dönə-dönə izah eləmişəm, təkrar eləyirəm. Bu məftili odun üstündə tutanda necə məftil qızarır. Odun bütün xassələrini özünə qəbul eləyir. Amma məftil olaraq qalır, metal olaraq qalır. Amma onu hara toxundursaq odun işini görəcəkdir. Hara toxunduruq odun işini görür, elə deyil. Deməli odun işini görür, baxmayaraq ki, hələ metal olaraq qalır. Amma odun bütün xassələrini özünə götürür, düzdür? Onu eləcə də biz maddi, həmən bax bu gül, yarpaq, bar, meyvə, dənli paxlalı, bunları biz Tanrı Şri Krishnaya təklif eləyəndə onun ruhiləşməsi baş verir, avtomatik o ruhiləşir. O cisim olmur. Biz onu cisim kimi görürük, amma o bütün ruhun xassələrini özünə götürür. Ona görə onu qəbul eləyəndə o nuşican olur. Yəni gedir insanın ruhuna qədər çatır və bu insanın ruhun dirçəlişinə kömək edir. Ancaq cisminin və cisminə aid olan pis negativ keyfiyyətlərini neynəmir, qidalandırmır. Tanrıya buyurulmamış qida insanın negativ keyfiyyətləri tərəfindən mənimsənilir. Hansı? Acgözlüyü, tamahı, paxıllığı, şəhvəti, qəzəbi tərəfindən onlar mənimsənilir. Qidaların hamısı. Hansı ki, insan onun üzərində dua oxumur. Tanrıya buyurmayıbdır. Tanrıya buyurulmayan, üzərində dua oxunulmayan qida insanın negativ keyfiyyətlərini qidalandırır. Ona görə də belə insan nə qədər çox qidalanırsa, o qədər onun negativ keyfiyyətləri şeylə yaşayırlar belə. Xoş halda, keyfdədirlər də, başa düşürlər. Şəhvəti, qəzəbi, tamahı, acgözlüyü həmişə ondandılar. Bildiniz? Tərk edib getmirlər. Çünki bu nə ilə qidalanırsa gözü vasitəsilə, baxdığı obrazlar onun şəhvətinin, acgözlüyünü qidalandırır. Qulağı vasitəsilə eşitdiyi səslər onun şəhvətini qıcıqlandırır. Nəğmələr cürbəcür qulaq asır. Dili vasitəsilə yediyi yeməklər hamısı onun şəhvətini qıcıqlandırır. Hətta burnu vasitəsilə iylədiyi ətirlər, duxular onun şəhvətini qıcıqlandırır. Bildiniz nətər? Və bu belə insan heç vaxt cismani konsepsiyadan azad ola bilmir. Heç vaxt. O elə materialist ola gedir, ateist olur və s. Daha düşür, burada Krishna burada deyir ki, onlar neynirlər? Deyir ki, mənim transendental təbiətimi tanımayanlar aşağı yuvarlanırlar. Bütün qurbanların yeganə sahibi ağası mənəm. Yəni, mənə qurban gətirilmirsə, Krishna deyir, İnsan bunu həyata keçirin, insan aşağı yuvarlanır. Yəni bunlar düşürlər aşağı heyvan bədənlərinə gedirlər belə insanlar. Növbəti həyatında heyvan bədəni alırlar. Ən yaxşı halda cəhənnəm planet sistemlərinə yuvarlanır. Yoxsa hardan da ətrafımızdakı heyvanlar? Kimsə deyə ki, buna sübut var. Bu deyə ətrafımızdakı heyvanlar bəs hardandır? Allaha donuz lazımdır, it lazımdır, pişik lazımdır, uzunqulaq lazımdır. Allaha tarakan lazımdır. Bunların hiçbir lazım deyil. Bunlar hamısı bizim dünya görüşümüzün nə idi? Əks məhsullarıdır. Bizim dünya görüşümüzün. Günahlı həyatlarımıza görə bu bədənləri alırlar, ruhi canlı varlıqlar. Yoxsa Allaha nəyinə lazımdır ziyan verici canlıların sayını artsın burada? İhtiyacı yoxdur onun. İfunətli, iğrənc heyvanlar, iğrənc canlılar. Bunlar hamısı bizim təkamüldə biz yuxarı gəlib insan bədəninə çatırıq və bu insan bədənini özümüzün qurtuluşu üçün istifadə eləmiriksə biz günah eləyirik və bizi bir də təzədən təkamüllə aşağıya göndərirlər. Aşağı heyvan formalarına, aşağı canlı varlıq formalarına. Bildiniz, yoxsa bizi əhatə eləyən insandan başqa canlı varlıq formaları hardandır? Hamısı düzgün istifadə olunmayan şanslı canlı varlıqlar da hamısı düşürlər, gedirlər, küllü miqdarda bədənlər alırıq. Düzdür, aşağıdan yuxarı təkamül də var, yuxarıdan aşağı tənəzzül də var. Bunu yaddan çıxartmalı deyirik. Yuxarıdan aşağı tənəzzül prosesi ilə aşağıdan yuxarı təkamül prosesi eyni zamanda gedir təbiətdə, kosmosda, kainatda, eyni zamanda. Həm yuxarıdan aşağı tənəzzül gedir, həm aşağıdan yuxarı təkamül.
Buna deyirlər çərxəfələkdə fırlanmaq. Ya aşağı gedirik, ya yuxarı gedirik. Bildiniz, ya aşağı gedənlərdən, ya yuxarı gedənlər. Aşağı düşürük, yuxarı qalxırıq. Bu maddi dünya, bu kainat belə bir yerdir. Və bu aşağı yuxarı prosesindən qurtulmağa deyirlər, azad olmaq da qurtulmaq, kainatdan çıxmaq. İndi ona görə də Krishna deyir ki, bunun üçün yemək, qida vegetarian olmalıdır, möhkəmən. Yeməyin nuşican olması üçün, yəni bizim atalarımızın dilindən gələn nuşican olması üçün o hökmən vegetarian qidası olmalıdır. Hökmən vegetarian olmalıdır. Ət məhsulları heç vaxt nuşican ola bilməz. Ətlə qidalanma bu pis vərdiş kateqoriyasındadır və insanlara, hətta Qurani Kərimdə qoyulmuş, o birisi müqəddəs kitablarda qoyulmuş qaydaların hamısı ondan ötürü ki, insan bundan azad olsun. İnsan onu davamiyyətli həyata keçirərək özünə yalandan haqq qazandırmasın. Məsələn, xristianların ayinlərin icrasına diqqətlə fikir versəz, xristianların deyir ki, onların il ərzində çoxlu miqdarda orucluqları var, postları, orucluqları. Onların hamısıyla, onlarla söhbət eləyəndə görürsən ki, onların hamısının tərkibinə baxırsan, görürsən ki, onların hamısını bir yerə toplayanda alınır ilin 8 ayı onlara, ilin 8 ayından çoxunu onlara ətlə qidalanmaq postu var orada. Qidalanmamaq postu, ətlə qidalanmamaq. İlin 8 ayından çoxu. Deməli, xristian ayinlərində postlar vardı, postlar da, orucluqlar. Onların hamısını bir yerə toplayanda ilin 8 ayından çoxunu ətsiz yaşamaq postları var orada. Yəni bu dərrəkəli adama nə deyir? Bu dərrəkəli adama deyir ki, yəni bunu eləməsən ümumiyyətlə daha yaxşı olar. Əgər ilin 8 ayından çoxunu sənə ət yeməyə post qoyulursa, bu demək ki, bunu yemə də vəbşi. Düzdür? Amma biz nəfsimizin qurbanı oluruq da ona görə. Bugünkü gündə insanların ətlə qidalanması onların nəfsindən başqa bir şey deyil. Ona nə qədər din onu geyindirməyə çalışsınlar, bunlar heç bir dini kitaba uyğun deyil. Qurani Kərimin qaydalarına uyğun deyil. Bugünkü insanlar üçün deyil Qurani Kərim. Bugünkü insanlar Qurani Kərimə əməl eləmirlər. Heç onlar onu başa düşmürlər. Küllü miqdarda heyvanları qurban gətirəndə yalandan adını da qurban qoyurlar. Qurban söhbəti yoxdur. Quran o qədər aşağı səviyyəli kitap deyil, yazı deyil ki, Məhəmməd və Sadıqlar o qədər aşağı səviyyəli insan deyil ki, elə bir şey verək ki, insanlar elə 100 illərlə, 1000 illərlə ancaq elə bu hərəkəti eləyərlər, özlərinə haqq qazandırlar, eləyərlər, özlərinə haqq qazandırlar. Belə şey deyil. Onda nə oldu ki? Onda o ilahi deyil, o insan əməlidir o, bildiniz? İlahi şey də isə o elə qoyulub ki, o insan özü ilahiləşsin, möminləşsin, təmizlənsin bu pis vərdişdən. Pis vərdiş daha bu. Harada görmüsən ki, heyvan öldürmək, zorakılıq işlətmək bu şey normal bir şey kimi qəbul olunsun. Zorakılıqdır bu. Ona görə ona çərçivə, qayda, istənilən şey qoyulmuş çərçivə o çərçivəni daraltmağa işarədir. Düşünən kəslər üçün ayələrdə dərin məna var. İstənilən şeyə qoyulmuş çərçivə o çərçivəni daraltmaq üçündür. Çərçivəni daraltmayanda o başlayır genişlənməyə. Bu yüzden suyun axının əksinə üzə bilmirsənsə su yuyub səni aparacaqdır. Bir yerdə durmaq yoxdur axar suda. Eləcə də bu ruhi inkişafda bir yerdə durmaq yoxdur. İlisən, inkişaf edirsən, yəni sən bu pis vərdişləri azalda gedirsən və yaxud da ki o arta gedəcəkdir. Bugünkü gündə baxın, insanlar heyvanları qurban zat saymırlar. Kütləvi surətdə, haçan istəyirlər, şəhərin küçələri doldu hər yerdə, harda istəyirlər, kəsirlər, öldürürlər, yeyirlər. Kütləvi surətdə minlərlə, milyonlarla böyük şəhərlərin qırağında çox acınacaqlı vəziyyətdə heyvanları saxlayıb kütləvi sərhəddə başlarını kəsib yeyirlər. Heç bir qurbanca söhbəti yoxdur, heç bir ayin də yoxdur. Siz deyəsiniz ki, böyük şəhərləri bu qədər ətlə təmin edirlər, hamısı orada qurban ayin icra edirlər. Yox. Kütləvi surətdə qalq belə qida məhsulu kimi, necə ki biz lobyan, kartuşkanı becərib yeyib, onlar da inəyi, qoyunu becərdib, toyuğu becərdib, kəsirlər, yeyirlər. Düzdür. Bu nə deməkdir? Bu deməkdir ki, bunlar heç bir çərçivəyə əməl eləməyiblər deyənə və əməl eləyəndə də onu daraltmaq istiqamətində getməyiblər. Çərçivə o qədər genişlənib ki, bütün bəndə bərəni dağıdıb, heç bir qayda, qanun, zat gözləmədən bütün sərhədlərin hamısını dağıdıb onu elə-belə necə deyirlər, keyf xatirinə eləyirlər və salam. Bildiyinə bu sübutdur. Bizim danışdığımız bu da bu sübutdur. Dəlildir bugünkü gündə insanların heyvan əti ilə qidalanmaq. Ona görə də heyvan öldürüb əti ilə qidalanan insanlara bütün qapılar bağlıdır. Müqəddəs kitabları başa düşmək, eləcə də Quranın özünü başa düşmək, dərinə getmək, oradan düzgün rifah əldə eləmək. Onun hamısı qapı bağlıdır. Cənnət planetlərinə qapı bağlıdır. Allahın dərgahına da xüsusilə qapılar bağlıdır.
heyvan bugünkü gündə heyvan əti ilə qidalanmalara qeyri-mümkündür. Ondan yaxın getmək Tanrıya. Bu deyil, Krishna burada deyir. İnsan mənə məhəbbət və sədaqətlə yarpaq, gül, bar, yaxud su təklif edərsən, mən bunu qəbul edərəm. Hələ onu da deyir məhəbbət və sədaqətlə. Bildiyiniz nətərim? Toyuq barədə, qoyun barədə burada heç nə yoxdur. Bu da deyən də peyğəmbər deyil, imam deyil, ruhani üstad deyil, quru deyil. Bu Allahın özüdür, Allah ali şəxs, bilavasitə. Özdə Allahın mütləq həqiqətin ən ali aspektidir. Şəxsiyyət, Bhagavan, Shri Krishna özü şəxsən deyir, bax bu cümləni. Bildiniz? Bura insan özünün interpretasiyasını yaxud özünün izahan verməyin heç bir mənası, yeri yoxdur. Krishna konkret deyir. İnsan mənə sədaqətlə, məhəbbətlə yarpaq, gül, bar, yaxud su təklif edərsə, mən bunu qəbul edərəm. Amma o birisində deyir ki, sizin kəsdiyiniz, başını kəsdiyiniz heyvanların əti, qanı, sümüyü bizə gəlib çatmaz. Mələklərə gəlib çatmır, o da qalsın Allaha. Mələklər heç onu qəbul eləmirlər. Onlar sadəcə olaraq insanın insana güzəşdə gedirlər və o güzəşdə göz yumurlar. Key deyirlər, yaxşı. Qaydalarla eləyirsənsə, hə. Deməli, odur ki, sən o qaydalarla eləsən, sən tədricən ondan azad olasan. Tədricən azad olmaq pis vərdişdən. Bu demək ki, sən onun qaydalarla eləyirsən. Əgər azad olmaq əvəzində səndə əksinə daha da onun köləsi olmaq baş verirsə, bu demək ki, sən qaydalara əməl eləmirsən. Mesela qaydaların da ideyası onda deyil ki, sən onları formal surətdə eləyəsən. Qaydaların ideyası ondadır ki, sən onu elədikcə həmən o pis vərdişdən azad olursan. Bax, qaydanın şeyi bundadır, başa düşdünüzmü? Qaydanın gücü bundadır. Quran ayələrin gücü bundadır. Bildiniz, müqəddəs kitabın gücü bundadır ki, sən orada qoyulanlara əməl elədikcə həmən o həyata keçirdiyin pis işdən, pis vərdişdən, cismani məsələlərdən azad olursan, qurtulursan. Bildiniz. Mesela bizde varnaşlama dharma sistemi var, sivil insan. Brahmanlar, kşatriler, vayşılar, şudralar. Onların vəzifə borcları, abiyazınlıqlar, vəzifə borcları qoyulub ona göre yok ki, insan özünü brahmanlıqla, kşatrillə eyniləşdirsin. Yox. Ona göre qoyulub ki, insan bu bağlılığından azad olsun. Kşatri idarə eləyən deməkdir. Yəni kiminsə idarə eləməyə bağlılığı var, kontrol eləmək. Deyir, hə, kşatri qaydalarına əməl eləsən, bu bağlılığından azad olasan. Kiminsə elmə, biliyə, filosofluğa meyli var. Hə, deyir, okey, sən brahmanlıq eləsən, müqəddəs kitabların fəlsəfəsini öyrənib danışsan, sən bu pis vərdişindən azad olasan. Bax belə. Mən burada dayanıram. Hamınıza diqqətinizə görə öz minnətdarlığımı bildirirəm. Kiminsə sual olursa, buyursun, böyük məmnuniyyətlərlə izah edərəm. Hare Krishna.